90-cı illərin uşaqları haqqında həqiqət eşitmək istəyirsiniz? O zaman dinləyin. Biz dəcəl idik, amma eyni zamanda tərbiyəli idik. Biz sosial şəbəkələrsiz böyüyən sonuncu nəsilik. Səhərdən axşama qədər küçədə olurduq. Nə telefon, nə planşet, nə də like vardı. Evə qayıtma vaxtını zəng yox, ananın pəncərədən səslənməsi bildirirdi. Biz duyğulu filmlərlə və insani dəyərlərlə böyümüşük. Təsəvvürümüzlə möcüzələr yaradırdıq. Oyunlarımız hər şeydən yaranırdı. Sadəcə dostların qapısını döyüb çıxmalarını gözləyirdik. Gecələmələr isə bizim üçün əsl macəra idi. Dünya daha rəngarəng, daha canlı idi. Məclislər sadə, amma unudulmaz olurdu. Şəkillər Instagram ideallarından uzaq idi, amma ruhumuza toxunan nəsə vardı. Biz telefonsuz gülür, qaçır, oynayırdıq. Daim bildirişlər olmadan. O vaxt panik atak nədir? Demək olar ki, heç kim bilmirdi. Sadəcə deyirdilər, zəif olma. Biz xırda şeyləri sevməyə bacarırdıq və bəlkə də bunu bacaran sonuncu nəsil biz idik.